İclasın əvvəlində təqsirləndirilən Ruben Vardanyan ittiham aktının surətinin ailə üzvlərinə təqdim olunmasına dair məhkəməyə növbəti vəsatətini təqdim etdi və əvvəlki iclaslarda verdiyi vəsatətlərə baxılmasını xahiş etdi. Ruben Vardanyanın vəkili Abraham Berman da onun mövqeyini müdafiə etdi. Hakim Zeynal Ağayev isə dedi ki, əvvəlki iclaslarda hazırda məhkəməyə təqdim olunan vəsatətlərə baxılıb və müvafiq qərar qəbul edilib. Ona görə də vəsatət müzakirəyə çıxarılmadı. Bundan sonra təqsirləndirilən Ruben Vardanyan yenidən məhkəməyə müraciət edərək təqsirləndirildiyi cinayət işi üzrə ittiham aktının rus dilinə olan tərcüməsinin Azərbaycan dili ilə uyğunluğunun ekspertiza keçirilməklə yoxlanılmasına dair növbəti vəsatətini təqdim etdi. Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə rəisi Nəsir Bayramov dedi ki, təqsirləndirilən dəfələrlə eyni məzmunlu vəsatətlərlə təkrarən müraciət edir. Ona görə də vəsatət müzakirə predmeti olmamalıdır. Bundan sonra məhkəmə qərar qəbul etmək üçün müşavirəyə getdi. Müşavirədən sonra qəbul edilən qərara əsasən vəsatət təmin olunmadı. Sonra məhkəmədə zərər çəkənlər ifadə verdilər. Zərər çəkmiş Cavidan Bədəlovun hüquqi varisi Zaur Bədəlov, Qədim Xəlilovun xüsusi varisi İlqar Xəlilov bildirdilər ki, övladları Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin Kəlbəcər-Laçın istiqamətində törətdiyi geniş miqyaslı təxribat zamanı həlak olub. Zərər çəkən Elnur Səmədovun hüquqi varisi Sədaqət Səmədov, Ceyhun Sadıqovun hüquqi varisi Niyaməddin Sadıqov ifadə verdilər ki, övladları düşmənin geniş miqyaslı təxribatları nəticəsində həlak olublar. Zərər çəkmiş Seymur Əzzalıyevin hüquqi varisi qismində tanınaraq dindirilən Teyyub Əzzaliyev də dedi ki, övladı Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin təxribatı zamanı odlu silahdan açılmış atəş nəticəsində Xankəndi istiqamətində həlak olub. Zərər çəkmiş Elbrus Eminov məhkəmədə ifadə verdi ki, Ağdərə, Xocalı, Xocavənd rayonlarında mövcud olmuş Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı mina atan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb. Zərər çəkmiş Baloğlan Feyzullayev bildirdi ki, Xocavənd rayonunda düşmənin atdığı F1 əl qumbarasının partlaması nəticəsində sol ayağından, kürəyindən, hər iki baldır nahiyəsindən çoxsaylı qəlpə yarası xəsarətlər alıb. Bundan başqa Tural Cəbiyev, Toğrul Osmanlı da zərər çəkmiş qismində ifadə verdilər ki, Xocalı rayonunun Dağyurt istiqamətində meşəli ərazidə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri onlara avtomat silahlardan atəş açıb. Nəticədə Tural Cəbiyev sağ ayaq nahiyəsindən güllə yarası alıb. Həmin vaxt yanında olan Rəşad Əliyev və Altay Əhədov da müxtəlif bədən xəsarətləri alıb. Zərər çəkən Hüseyn Hadiyev Xocavənd rayonu istiqamətində yaralandığını bildirdi. Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabda dedi ki, həmin vaxt Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri iri çaplı silahlardan, əsasən mina atanlardan və artilleriyadan istifadə etməklə atəş açıb. Zərər çəkən Fərzani Nəcəfzadə isə ifadə verdi ki, düşmənin snayper tüfəngindən atılmış güllənin sol çiyninə dəyməsi nəticəsində xəsarət alıb. Bundan sonra yanında olan şəxslər onun yarasına sarğı qoyarkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri dron vasitəsilə onların olduğu yerə qumbara atıb. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda bildirdi ki, qumbaranın partlaması nəticəsində sol əlindən və sol sifət nahiyəsindən qəlpə yaraları alıb. Məhkəmədə ifadə verən Fikrət Məmmədov isə Ağdam, Ağdərə istiqamətində yaralanıb. Zərər çəkən dedi ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı mina atan mərmisinin yaxınlığında partlaması nəticəsində o və Nəsimi Məmmədov xəsarət alıblar. Düşmən hücumlar edib təxribatlar törədərkən izburaxan alışdırıcı güllələrdən, mina atanlardan və tank əleyhinə mərmilərdən istifadə edirdi. Zərər çəkən Elgün Aslanlı ifadə verdi ki, o Laçın istiqamətində düşmənin təxribatına məruz qalıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabda dedi ki, atəşlərdən yayınmaq istəyərkən atılan mərmilərdən biri onun 5 metr yaxınlığına düşərək partlayıb. Nəticədə müxtəlif bədən xəsarətləri alıb. Zərər çəkən Səmran Qurbanlı isə Ağdərə istiqamətində yaralanıb. Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda bildirdi ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı mina atan mərmisinin onun yaxınlığında partlaması nəticəsində həmin vaxt yanında olan Xəyal Canbaxışov həlak olub. O isə müxtəlif xəsarətlər alıb. Məhkəmədə ifadə verən Nurlan Musayev, Ruslan Şıxıyev bildirdi ki, Laçın istiqamətində yaralanıblar. Zərər çəkən Nurlan Musayev dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda bildirdi ki, düşmənin atdığı mina atan mərmisinin partlaması nəticəsində o və daha bir neçə nəfər yaralanıb. Hadisə zamanı yanında olan Ömər Şirinov isə həlak olub. Zərər çəkən Pərviz Quliyev, Əhəd Xəlilzadə, Əmir Yusifov isə həmin vaxt Kəlbəcər istiqamətində yaralanıblar.
İfadə verdilər ki, düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində daha bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabda bildirdilər ki, həmin vaxt bir neçə nəfər həlak olub. Məhkəmədə ifadə verən Elçin Quliyev, Murad Xəlilov, Nəsib Ələkbərov, Şükür Zeynalov, Famil Məmmədov da Kəlbəcər, Ağdərə istiqamətlərində yaralandıqlarını bildirdilər. Zərər çəkənlər ifadə verdilər ki, düşmən həmin vaxt intensiv atəş açıb, mütəmadi olaraq təxribatlar törədib. Qeyd etdilər ki, hadisə zamanı onlarla bərabər bir neçə nəfər yaralanıb və həlak olub. Zərər çəkən Ruslan Abbasov, Ceyhun Şahnamazlı, Şakir Fətəliyev də ifadə verdilər ki, düşmənin geniş miqyaslı təxribatları zamanı yaralanıblar. Şakir Fətəliyev dedi ki, həmin vaxt düşmən intensiv artilleriya zərbələri endirib. İri çaplı silahlarla atəş açıb. Məhkəmədə ifadə verən Elcan Nağıyev də bildirdi ki, düşmənin Ağdərə, Xocavənd, Xocalı istiqamətlərində iri çaplı silahlardan açdığı atəşlər nəticəsində belindən güllə yarası xəsarəti alıb. Məhkəmədə ifadə verən Vüsal İbrahimov, Elmir Qurbanov, Elgiz İsmailzadə də düşmən təxribatı nəticəsində yaralandıqlarını bildirdilər. Zərər çəkənlər vurğuladılar ki, həmin vaxt Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri intensiv hücumlar edib təxribatlar törədib. İclasda zərər çəkmişlərin barələrində keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri də elan olundu. Məhkəmə prosesində Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı dəstələrinin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış Ermənistan dövlət tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən Ruben Vardanyan da qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərər çəkmiş şəxslər ifadə verir. Məhkəmənin növbəti iclası iyunun 17-sinə təyin olundu. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Ana Rızayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzdulluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.